Necə gəlmişsən Musa? Vallahi yaxşı gəldim sıxdım. Çox yuxarı getmə, başımı kəsməsin. Yolum rahat idi. Allah'a şükür. Bu günə qədər podkastlarda heç iştirak eləmisən? Sözünüzü bir dəfə eləmişəm ha. Harda? Uzanan adam. Yo, bir dəfə getmişdim. Tanışım var idi. O başlamışdı podkastla. Onunla getdim, çəkdim. Bir hadisə 25 dəqiqəlik. Bir-iki şeydən danışdıq da, finansdan, zaten belə şeylərdən. O uzanan adam söhbəti var, bir dənə YouTube-da uzana belə şey deyir. Podkast çəkir. Podkast. Yəni nə fərqli olmalıdır ki, bizim podkastımızda çox baxılsın? Şpaqat Də sən də elə şeylər prov eləməlisən. Şpaqat atsan. Səncə nə ilə sən belə baxarlar? Normal. Valla sən bu uzanan yerdə çəkir, sən yatan yerdə çək. Yatan yerdə çək, qazamatı. Fərqi var, məsələn, canlı yayımda da. Həmin adama ver qabaqsan sualları. Öz-özünə sualları cavab eləsin, yetir. Fərqi bu, yəni canlı yayımda TikTokda zətdə hədiyyə qazanmaq üçün yatırlar. Ha, düzdür. Onu mən də görmüşəm sözünüzü. Məsələn, mən bu gün corab geyməmişəm ki, baxın çox olsun. Şortikdən zətdən yeyir. Mən də görmüşəm onu, elə yatırlar orada, arada bir də dururlar, kimsə parka eləyəndə. Hə, padark eləyəndə nədən dururlar? Hədə görək ki, kimsə padark eləsə, balam duracaq, yəni həsə səs gələcək, yəni nə olacaq, amma babatdır, yəni, cəmaat deyəsən pul qazanır. Sosial mediyanın rolu necədir? Çox belə işlətmirəm Instagramdır zatdır. Arada bir elə-belə yüngüllər. Heç olub ki, kimisə təsadüfən bir like eləyirsən, sonra like-ı çıxardırsan da, elə bir şey olub səndə heç? Yadındadır, olubsa da yadındadır. Olubsa da yadındadır. Həyatında kimsə olan dedi, məcburda like atsan. Doğan deyişləndi, o başqa şeydir. Reklama ehtiyacınız var? Belə ki, biz sizə proqramlı reklam strategiyası təklif edirik. Sosial media üçün düzgün reklam strategiyası və proqramlı paylaşımlar, peşəkar media qurumlarının təşkilatçılığı ilə həyata keçirilən çəkilişlər, Almaniyada yaşayan Azərbaycanlı auditoriyasına məhsulun effektiv təqdimatı, paylaşımlar üçün diqqət çəkən banner, reklam dizaynlarının hazırlanması, izləyici kütləsi, aylıq tanıtım proqramları, peşəkar çəkiliş bizdən. Air Media. Deyək ki, 25 yaşın var da, indi özünə görə pul qazanırsan. 25 yaşında Almaniyada pul qazanmaq üçün nə etmək lazımdır? Yəni bir işdən tutmaq lazımdır. Yəni baxır indi əlində nə gəlir? Yəni durub mən indi yalan danışım. Sənin əlindən nə gəlir bura? Tutaq ki, mənim işlərim sənədçilik işləridir. Kağız kağız. Yəni mənim öz işim vergi işidir. Vergilərə baxıram. Almaniyada vergilər söhbət ediyorum çox qəşəngdir. Bir buxalteriya qəşəng qazanır. Çox güclüdür. Mən elə bir şey dövlətin vergi yerində işləyirəm. Orada da yəni pis deyil, düzdür. Vergi məsələlərini, vergiləri vəbşi kim, ümumiyyətlə vergi söhbətləri var da Almaniyada ən çox aktual olan söhbətlərdən biridir. Deyək ki, 45% nə bilim ödəmə var, sonra ştoya klass 1-dir, 2-dir, 3-dir. Onlar kim təyin edir? Demək ki, mən. Yox, onları kommentarləri yazarlar. Yox, onu siyasətçilər edir. Siyasətçilər. Düzdür, qanunları onlar qoyur. Hər şəhərdə ayrı siyasət yox? Yox, hər şəhərdə elə bir şey dövlətin öz siyasətçiləri var. İndi bu saat təxmini 700 dənə bütün Almaniyanın siyasətçiləri var. Onlar tutaq ki, götür-qoy eləyirlər. O qanunları buraxırlar. Berlinə otururlar da hamısı. Berlində otururlar. Hə, bildim. Yəni onlar sizə bildirişi göstərirlər. Düzdür, qanun deyirlər, təzə qanun çıxdı. Biz də elə bir şey o qanunları yerinə yetişdiririk də. Hə, başa düşdüm. Yəni elə bir hal-hazırda bir yeni çıxan bir qanun var ki, heç kim bilmir. Bir dənə sən bilirsən. Yox, indi elə bir şey yoxdur. Olsa çünki qanunlar çıxanda olsa hamı elə göstərirlər də. Yəni sırf bizə deyilən bir şey yox. Yəni elə bir söhbət yoxdur da. Yəni qərar çıxdı, heç kim bilməz. Yox, elə şey yoxdur. Olsaydı yəni Almaniya kimi bir yerdə elə bir şey mümkün deyil. Orada bağlayaq kameramı, bura. Biz maraqlı oldu. Yox, məsələn, elə bir informasiya olur ki, məsəl üçün sizin indi ola bilər ki, bölüşməyə bilərsiniz nəticədə, amma elə bir informasiya olur ki, yəni bunu siz bilirsiniz və sizə deyirlər ki, bunu heç kimə bildirməməlisiniz, ancaq bizdə qalmalı. Yox, sözün düzü elə bir şeylər olmur. Yəni niyə olmur? Çünki elə bir şey haqsızlıq olar da onda. Yəni mən bilim, başqası bilməsin. Başqası da deyəndə, yəni başqasını kimə deyirik biz? Yəni xalqa deyirik də, yəni xalq bilməsin, amma başqaları bilsin. Ona görə də mənim üçün də biraz belə haqsızlıq çıxır. Ona görə də elə bir şeydə heç bir işçi eləməz. Məsələn, belə bir sual verəcəm. Normalda Almaniyada dövlət işlərində işləyirsənsə, gərək Alman vətəndaşı olmalısan da. Yəni 25 yaşlı bir Azərbaycanlı olaraq Almanların dövlət işlərində çalışırsan.
Yəni bunu hər bir gənc bacara bilər, yoxsa sənin deyək ki, biraz bəxtin gətirib? Yox, məktəbi yaxşı oxuyub qurtarsan, bacara bilərsən. Amma məktəbi yaxşı oxuyub qurtarmazsan. Məktəb, universitet falan nəzərdə tutulmur. Baxır da indi o iki fason var da. Həm yəni Ausbildung deyilən bir şey var. Həm onu eləyə bilərsən ya da Siyasətin Ausbildungu var. Siyasətin yox, siyasət seçilməlisən. Yox, amma yəni sırf elə bir ki, o dövlətdə işləməyə, yəni orada yəni Ausbildung da deyə bilərsən, o normal məktəb qurtarmalısan. Ya abitur olsun, ya orta məktəb olsun. Baxır da indi hansı bölgəyə gedib Sən qurtardın? Mən də orta məktəb qurtarmışam, real şurada. Abiturum var. Abitur eləmişəm 3 il ondan sonra. 10-cu sinifdə elə bir ki. Hiss elədin ki, mən bir siyasətçiyəm falan. Yox, siyasətçi yox. Siyasətçi, amma yəni bu siyasət işlərindən biraz yaxınsan da. Bəli, orası düzdür. Oldu. Oturuşundan bəlli. Oturur. İndi belə bir söz deyim də, məsəl üçün bizi izləyən, Almaniyaya gəlmək istəyən, siyasətə girmək istəyən, əlbəttə ki, bu müəyyən qədər bir müddət alan bir şeydir. Amma sənin kimi gənclər var da, hal-hazırda deyək ki, dolub daşırlar və Avropaya gəlsər, həqiqətən də Avropanın çox inkişafında çox böyük bir töhfə verəcəklər, rol oynayacaqlar. O gənclərə deyə biləcəyin bir kəlməlik cümlə olsa nə olardı? Çalışsınlar bura gəlməyə, amma düzgün yollarla. Düzgün yollarla. Düzgün yol deyəndə biz ən çox eşitdiyimiz sözdür, düzgün yoldan gəlin, düzgün. Yəni konsolluq üstündən viza almaq səhv yoldur ki, səhv yolu deyəndə ola bilər ki, adam indi əziyyətə çəkir, sonra da yəni geri qaytarırlar da 1 ildən, 2 ildən sonra. Bax, o düzgün yol nə deməkdir? Bax, bu da bizim sirrimizdir. Düzgün yol mənim üçün deməkdir ki, yəni iş vizası ilə gələnlər. Hansısa burada bir iş yeri tapıb, işə görə gələnlərdir. Bilirsən ki, hal-hazırda Azərbaycanda yetəri qədər travel şirkətləri var ki, iş adının cəldir, heç işlər onları qəbul eləmir, adamları yarı yoldan qaytarır. Yox, işlərin əlbəttə ki, al adamlar da var, orası düzdür. Amma yəni dəqiq burada adamlar tanıyırlar. Ta kimsə məni tanıyırsa, oradan deyirsə ki, yəni burada mənə bir ta ki, iş tap, iş ver, ya da mənə kömək elə hansısa bir iş firmaya girim. Onda işə girəndən sonra, bunun müqavilənin qol çəkəndən sonra o hasar məsələdir bura gəlmək. Əslində müqavilən olsa çıxarda bilmirlər, bir müddət olmalıdır, yoxsa həmən çıxarda bilir? Yox, proba saat deyilən bir şey var. 6 ayın içində, 6 aya qədər elə bir ki, səbəbsiz də çıxarda bilər. Səbəbsiz? Bəli. Amma indi o çox vaxt, yəni normal adam işini görürsə, onu niyə çıxartsın evə, yəni iş verən firma. O düz söhbətdir ki, normalda vizanın növləri əslində biz bildiyimiz qədər deyil, çox viza növü var. Düzdür, orası düzdür. Mən də hamısını tanımıram. Çünki o qədər də yəni ona baş qoşmamışam. Amma çox yollar var. İş vizası var. Evlilik vizası var. Evlilik vizası deyil, amma evlilik oturumu da elə bir ki, anlamətdir. Hollandiyada sevgililik oturumu var. Mən eşitmişəm onu. Onu mən eşitməmişəm. Valla, mən göstəriblər. Mən eşitməmişəm elə bir şey, amma oturum var da. Hollandiyada yəni sevgili sənə cavabdeh olur. Ki, ya bizim sevgimizi gör, biz evlənədik. Ola bilər, amma burada elə bir ki, Alman vətəndaşı ilə evlənirsiniz, ya kimisə burada Alman oturumu varsa, ona da elə bir ki, oturum verirlər də, yəni mümkündür. Bu evlilik məsələsi çox çətin məsələdir. Orası düzdür. Çox adamda yəni pulla elə şeyləri Almaniyada. Bəli, düzüb qoşur. Necə o dövlətdən qeydiyyatdan keçirdik bu vasitəsilə. Gör necə oturuşumu dəyişdim onu. O da amma o dediyim düzgün yol deyil də. Yəni o düzgün yol nədir? İş üzrə gələnlər, sonra oxumaq üçün gələnlər. Bəlkə bir bəyənib evlənib. Onu da əslində dil istəyirlər məncə. Dil istəyirlər. Məncə B2 olmalıdır. Yox, B2 yox, səhv. A olmalıdır, A1 də A1 də A2 də Alman səviyyəsi nə istəyirlər? Yəni həyat yoldaşından danışa biləsən. Yox, indi dövlət indi biraz özünü qarantiyə götürmək istəyir ki, bu adam gəlsə lap bura yaşasa, heç olmasa başqa adamlarla burada danışa bilsin. Reklama ehtiyacınız var? Belə ki, biz sizə proqramlı reklam strategiyası təklif edirik. Sosial media üçün düzgün reklam strategiyası və proqramlı paylaşımlar, peşəkar media qurumlarının təşkilatçılığı ilə həyata keçirilən çəkilişlər, Almaniyada yaşayan Azərbaycanlı auditoriyasına məhsul effektiv təqdimatı, paylaşımlar üçün diqqət çəkən banner, reklam dizaynların hazırlanması, izləyici kütləsi, aylıq tanıtım proqramları, peşəkar çəkiliş bizdən. Air Media. Almaniyada doğulmaq yoxsa Almaniyada Azərbaycanda biznesmen olmaq? Olmaq ya da olmamaq.
Hər ikisi də mümkündür. Ya. Yəni, Nətər mümkündür ikisi? yəni mümkün deyəndə yəni ikisini Doğulur, nədə doğulursan bir də. yox, yəni ikisini də yəni tövsiyə edə bilərəm. Amma mən Almaniyada doğulub böyüyənlər var ki, az yaşayırlar yəni. Boynum ağrıdı mənim, bəlkə palçıqa zat. Az deyəndə Azlar, yəni məsələn putulka zat yığırlar. Almandadan baxıram, deyirəm, deyirsən ki, məsəl üçün bəzən fikirləşsən ki, kaş deyəsən burada doğulardım, burada nə bilim, odur, budur, maaş. Bir də görürəm ki, oradan Alman gəlib putulka yığaylar. düz elə adamlar da var, sözü yox. Amma indi onlar da indi baxır da indi onlar da yəni sırf doğulmaqla deyil, yəni biraz bəxtin də olmalı, belə deyək. Şans, bəxt. Yəni dövlət onlara pul verir, amma onlar deyir ki, putulka yığın. Belə bir şey... Öyle adamlar eşitmişəm ki, yəni bir dəfə o pis situasiyaya düşəndən sonra oradan çıxmaq çətindir. Çünki evin olmur, sonra ev elə bir ki, dövlətdən pul almaq istəyirsəniz, amma evdə heç olmasa bir qeydiyyatın olmalıdır, harasa qeydiyyatın olmursa çətin məsələdir ki, dövlətdən pul almağa. Belə temalar var. Və daha sonrasında bir dəqiqə. Daha sonrasında məsəl üçün metroların qabağında yatanlar. Düzdür, o da var. Amma belə deyək də, hansı ölkədə yoxdur. Bildim, yəni indi Almaniya kimi yerdə məsəl üçün deyək ki, mən turist kimi gəlmişəm və yaxud da deyək ki, fərqli bir ölkənin vətəndaşıyam. İndi gəlirəm, görürəm. Ağlımda fərqli xəyallarla gəlirəm, amma görürəm ki, burada da aclar var. Olar. Görə bilərsən. Yəni metroların Yeminədə böyük şəhərlərdə çox görürəm. Amma metroların önündə bilsən necə yatıblar özümə. Adam həvəsdən istəyir özü də yatsın. Yox. Yox, düzdür, orasını düzdür. Yəni hər adam belə çoxları fikirləşir ki, Almaniyaya gələndə hər şey yaxşı olacaq, amma belə deyək də, yəni orada çətin güclə bacarmısansa, burada da yəni defasyon çıxacaq. İnsanların düşündüyü və əslində elə olmayan ən acı Alman həqiqəti nədir? Burada pul ağacda bitmir. Çıxmır. Hər yerdə olduğu kimi. İşləməlisən pul qazanmaq. Hər şey göründüyü kimi deyil yəni. Düzdür. Bəs burada məsələn blogerlər var ki, səhərdən axşama qədər canlı yayım açırlar, başlayırlar Almaniyanı tərifləməyə. Cəmaət da həvəslənir, evin zadını satır. Yox, tərifləmək nə var yəni? Düzdür, yəni əlbəttə ki, başqa ölkələrə baxanda buranın sistemi statistik olaraq da pulu yaxşıdır Almaniyanın. Yəni nə yəni pul, nəinki pul. Başqa hər şeydir. Yəni tutaq ki, deyəlim ki, məktəb sistemi pisdir, sonra yaxşıdır. Sonra xəstəxana, belə adama baxıntı, zat, belə şeyləri yaxşıdır. Amma indi öyle ölkələrdən, sonra çox ölkədən yaxşıdır. Məsələn. Deyəlim ki, Fransadan tutaq ki, deyəlim ki, yaxşıdır. İspaniyadan deyəlim ki, yaxşıdır. Yəni ona görə də yəni çox şey yaxşıdır, amma cəmaət indi getməsin, fikirləşməsin ki, gələcək bura sabağı 5 dənə olacaq. Məsələn, insanlar çox baxırlar, yəni sosial media. Məsələn, mən televizora baxmıram. Mən də baxmıram, amma Netflix-ə da yəni belə baxıram da. Yəni Netflix-də onlaynda da o da. Hə, televizorun özünə baxmıram, düzdür. Çox adam baxmır. Televizor, mənim yaşdakilər vəbşi baxmır. Hələ məndən yaşlı az olanlar yəni mən bu dəqiqə məsəl üçün sosial media üzərindən informasiya əldə edirəm və ona görə də düşünürəm ki, bugünkü gündə sosial media çox pul qazanır. Düzdür. Ya mənim də bu biznes sayəmdə, yəni hələ baxmayaraq ki, sponsorum yoxdur, pul qazanmıram. Buradan da bir şey göndərməliyim. Yəni sponsor olmaq istəyən əlbəttə ki, müraciət edə bilər. Yəni sponsor olsa çox yaxşı olur, olmasa çox şey olur da, keşməkeşli olur da, yəni. Düzdür. İstirahət hara gedəcəksən bu il? Hələ fikirləşməmişəm. Yəni spontan bir şey gözlənilir, yəni. Ola bilər, amma olmaya da bilər, belə deyək. Yəni belə Almaniya daxili yoxsa? Almaniya daxili də olar, Berlin, Hamburg. O daha yaxşıdır. Frankfurt. Yəni çox var, özüm düzdür, 20 ilə yaxın burada yaşayıram, amma heç Münchendə olmamışam. Yəni o da ola bilər də, məsəl üçün mən 5 ildə belə bir tuttum çəçim. Yəni yox, oradan da yəni çox belə bizim yəni Almaniyanın öz böyük şəhərlərinə necə getməmişəm. Stuttgart olsun, Hamburg olsun, sonra hara var? Leipzig olsun. Belə şəhərlərə də getməmişəm, amma inşallah getmək lazımdır. Çağırır bizim pil. Almaniyanın həqiqi çox gözəl görüləsi yerlər var. Deyək ki, məsələn, mənim dostlarım, tanışlarım gedir, gəlir mənə deyir ki, ay qardaş, bir dənə yerə getmişəm. Mən şəkil göstərirəm, amma bu Almaniyadır bura.
Çox vaxtı Bavariya tərəfləridir. Yox, sən gətirib deməli Azər adlı dostumuz var, buradan salam göndərirəm. Deməli gedib Almaniyanın bir dənə yeri var, ancaq meşəlikdir. Bilmirəm indi hansı bir interesli bir addır dedi. Götmüşdü, ora şəkil çəkmişdim, amma Almaniyada belə yerlər var. Mən gedib başqa ölkələrə gedirəm. Antalya'ya gedib dincələnə qədər, o qədər pul xərcləyənə qədər. Gedərsən Almaniyada daha. Düzdür, Almaniyada ucuz deyil, amma yenə də yəni. Korea, let's do it, boys. Mənə baxım. Fətaviş. Sayın iş sayın. Baxmısan sən? Yox. Dünya kupası baxmısan? Yox. Dünya şampionatı baxmısan? İndi nə mer şey çıxdı, Ronaldinho çıxdı, Cristiano Ronaldo çıxdı, nə edirlər? Cristiano Ronaldo'da neçə yaş var olar? Niyə 41 yaşı var. 41 yaşında yetim neynəzdir? Nədir? Deməli, Almaniyada sosial media pul qazandırırmı? Qazandırırlar. Yəni nə var da Almaniyada? şəxsən mənə dedilər ki, burada Azərbaycanlılarla məsəl üçün biz podkastlar edirik. Mənə dedilər ki, bəs sən niyə öz biznes sahibi açmırsan? Mən deyirəm ki, bu da mənim biznes sahibimdir. Siz restoran açmısınız, otel açmısınız. Salam iş. Hə, siz otel açmısınız, restoran açmısınız. Mən də televiziya açmışam. Onlayn televiziyam var məsələn. Bu da biznesin bir növüdür. İşığı dağıtmadan. Düzdür. Yəni bu da biznesin bir növüdür. Məsəl üçün mən podkast açanda, yəni bizim Azərbaycanlılar, onların bizneslərini falan ən azından Azərbaycanlılara çatdırıram. Biz ola bilər ki, videolarımız Almanca deyil. Bu da bizim biraz Almancamızın zəifliyindən asılı olan bir şeydir, amma yetəri qədər məsəl üçün çəkdiyimiz videolarda Azərbaycanlılar görür və gəl o tərəfə də. Qoymadım bir podkast eləyək. Məsəl üçün videoların çoxunda məsələn Azərbaycanlılar görür və bilirlər. Məsələn deyək ki, Lipstadda futbol klubu var. Düzdür, eşitmişəm. Azə International Lipstad. Qardaşlarımızdır, yəni necə deyirlər, klubun rəhbərləri, dostlarımızdır, tanıdıq insanlardır. Deməli video çəkəndə də, məsəl üçün video çəkib paylaşanda mən düşünürəm ki, Almaniyada yaşayan yetəri qədər Azərbaycanlı var ki, o çəkdiyimiz videolardan tanıdılar. Düzdür. Səhv eləmirəmsə burada bir 200-300 min dənə Azərbaycanlı yaşayır. Elə eşitmişəm. 200 min? 200-300 min. Bütün Almaniyada. Statistika elə deyir. Bilmirəm, 100 min. Belə statistikanın içinə zibil. Düş! Düş! Eşitdim ki, uşaqlıqda çox güclü futbolçu olmuşsan. Oynamışam 4 il, 5 il. Niyə indi oynamırsan? Yox, ondan sonra kickboksla məşğul oldum 4-5 il. Aha. Ondan sonra da iş başlayandan sonra... Bir dəqiqə, indi futbol 4-5 il. İndi 5 ildən hesablasa... Boksda 4-5 il. İkisini bir yerdə eləmişəm. Hə, ikisini bir yerdə eləmişəm. Futboldan artıq 2 il bir yerdə eləmişəm. Sonra kickboksa buraxdım, sonra ancaq sırf futbola maraq getdi. İdman sənin marağın idi, yoxsa atanın? Yox, mənim də marağım olub. Hə, çünki idmançıdır da. Özü idmançı olub, düzdür. Və pəhlivandır. Orası elədir. Atan pəhlivandır, oğul da boksör olmalıydı. Olmalıydı. Gəldin siyasətə girdin. Yəni idman olmalıdır da, yəni ümumda cavan yaşlarda. Əslində idmanla məşğul olmaq yaxşıdır. İdman normalda yəni bir məşğuliyyətdən və yaxud da bir biznesdən yanaşı bu bizim bir məşğuliyyətimiz olmalıdır. Yəni günlük özümüzə qoyduğumuz prinsipial bir qaydadır. Çünki idman çox, yəni sağlıq deməkdir. Düzdür, orası elədir. Yəni lap indi belə deyək də başqa idmanla məşğul deyirsən, sən futbol olsun, indi döyüş olsun, yəni nə barədə döyüş, yəni tutaq ki, boks, kickboks, judo. Ged onlara heç olmasa fitness studiyaya gir. Yəni cimə gir, orada heç olmasa özün üçün məşğul elə də. Elə fikirləşirəm. Almaniyada idman necədir? Yəni pul qazandırır. Məsələn, gym falan açsın deyək ki, məsələn idman klubu falan. Çox belə yox, çünki çoxdur. Çoxdur, ha. Çoxdur. Hara baxırsan, yəni fitness yeri var. Bir də bir şey fikir vermişəm. Məsəl üçün Azərbaycanlılar Almaniyada hər hansı bir biznes sahəsi açanda bir ara çox tez xod gedirlər. Yəni necə məsələn biz başa düşülməsin bu necə məsələn Azərbaycanlılar bir restoran açır, bir müddət o restoran çox yaxşı işləyir. Daha sonra istər-istəməz yenə zəifləyir, bu gedişat olur. O səncə nədən olur belə?
Əslində yəni burada yaşayan çox Azərbaycan mətbəxi, biznesi falan maraqlı olur. İndi eşidəndə ki, məsəl üçün filan yerdə Azərbaycanlıların bir məkanı var. Ola bilər ki, motivasiya da ölür də indi. Hansısa bir neçə aydan sonra. Yəni oranı elə bir ki, işlədən sahibinin motivasiyası ölür. Görür ki, 4-5-6 ay işlədi, ondan sonra fikirləşir ki, əgər işləyirsə bundan sonra həmişə işləyəcək. Ondan sonra avtomatik motivasiyasını ölür. Motivasiya öləndən sonra həmin adam ora 100% vaxt ayırmır. Telefon. Alo. Azərbaycandan Almaniyaya gələnlər özlərinə nə atsalar daha çox pul qazanarlar. Yəni biznes üzrə yoxsa işçi kimi? Yox, biznes. I like it business. Yəni mən yenə deyəcəm ki, halı. Nein, o qədər də deyil. Halı məncə çox qazandırmaz. Mən düşünürəm. dizaynda yaxşı iş var. Dizayn. Qrafik dizayn, belə yəni kompüterdən başını çıxırsa, yəni belə işlərdə, çünki burada çox belə işləri yəni görən adamlar yoxdur. Dizayn, kompüter. Sonra başqa nə deyə bilərəm? Malyar, maşın ustaları. Malyar düzdür, malyar, sonra dam ustaları, sonra kafir qoyan, belə bunlar yəni. Məsəl üçün bəzi ölkələrdə deyək ki, biz Azərbaycanda deyimiz fəhlələr burada yəni yaxşı burada pul qazanırlar. Baxın bir dənə sizə söz deyim. Bax mən burada görmüşəm ki, məsəl üçün status ayrımcılığı yoxdur da. Yox. Mən bir çox ölkələrdə olmuşam ki, məsələn deyirlər ki, filan kəs filan ustanın qızıdır, ev bənnadır, nə bilim malyardır falan deyirlər ki, yoxdur, atası ustadır, bundan nə olacaq? Da bunun nə pul olacaq? Amma indi bunu əksinə Almaniyada fikirləşək. Bunun atası bənnadır, evləri tikir, nə bilim, bu malyardır bunun atası. Hə, burada o güclü gedən bir şey. O çox güclü gedən bir şeydir də. Yəni əks çevrilir burada. Demək Reverse olur da, yəni Əziz dostlar, nəyi eləyin, nəyi eləməyin bir rubrikamız var. Əslində belə bir rubrikamız yoxdur, özümdən uydurdum. Yəni kameraya baxıb deyə bilərsən ki, məsələn bizi izləyənlərə 5 ən vacib nə etməlidirlər Almaniyaya əgər təzə gəliblərsə və yaxud da Almaniyada yaşayırlarsa uğur qazanmaq üçün. Onlar haqqında deyə bilərsən. 5 dənə hələ bir ki vacib olan bir şey. Birinci deyirəm dil bilmək. 100%. Birinci yerdə özü. Sonra ikinci yerdə yaxşı bir iş tapmaq. Üçüncü yerdə bəlli bir balansla bura gəlmək. Yəni pulla elə bir ki. Çünki ola bilər ki, İş quranlara aiddir də məncə. İş quranlar da yox, yəni lap belə adamlar da bura gəlmək. Tox ki, ola bilər ki, indi işin fikirləşdiyin kimi olmadı. Yox ki, dövlətin qarşısı 3-4 ay çəkdi sənə pul verməyə. Heç olmasa, yəni ayağın yerdən götürsün də, gətirdiyin pulu. Demirəm indi 100 min, 150 min, 200 min. Yəni deyirəm heç olmasa 5-10 mindən elə bir ki, pis günlərə də elə bir ki, əgər alınmasa. Sonra dördüncü nə deyə bilərəm? Sən də mənə kömək elə, nə deyə bilərsən? Dördüncü, mən səni soruşuram. Sən məni atdın üstümə həmin. Sən elə nə olar? Mən çayımı içimsə fikirləşmirəm. Səncə? 4 dənə dedim. Dördüncüydü və yaxud üçüncüydü. 2 dənə qaldı. Dördüncü deyərəm ki, əgər işləmək istəmirlərsə oxumaq. Çünki dövlət burada doğrudan da yəni kim oxumaq istəyirsə onu elə bir ki, patışqa eləyir. Yəni kömək eləyir. Həm Beşincində mən deyim bəs. Həm pulla kömək eləyir, həm də yəni başqa yəni şeylərlə. Heç nəyə də bacarmısanız, 5-ci. Heç nəyə bacarmısanız evlən. Orası da elədir. Evlən heç nə oturmalı, dövlətdən sosialdan da alarsan da. Eləyədə. Elə eləyənlər də var, onsuz. Var. Yəni var. Və həqiqi evlənəndə belə yəni evlənib qurtardıqdan sonra deyək ki, dokumentin falan aldı da, burada sənəd işlərini falan aldı. Ondan sonra Almaniyada uzun müddət yaşayıb, elə yaşadığı müddətdə qədər də ancaq yəni ölənə qədər sosial ala bilməz də məncə dövlətdən. Valla adamlar olub. Əsli qurtardı. Adamlar olub. Adamlar olub. Uzun müddət sosialda, dövlətdən ancaq sosial. Sosialda nə qədər pul verir? 350, 450 evro. 450 evro da bir də evin pulunu ödəyir də. Hə. Kiranın. Dayıdır.
Onunla mən Yox, amma yəni adamlar olub indi 30-40 il orada oturanlar. Özünə o redkidir. Amma olub eşitmişəm. 30-40 il sosial Onlar da televiziya çıxmışlar, 30-40 il oturduqlarını. yəni düzəldi. Guinness Rekordlar kitabında dəqiq ki 30 il heç bir yerdə işləyir. Bəlkə 30 il- istəyir, böyük ehtimal ki, qara işləyir. O da ola bilər. İndi o Qara işləyir də. bilinmir. Ha, pişik sənə imkan verməz ya. Yox, pişik- Hayda. Bir şey dağılacaq yəni. Tamam, gəl bura, gəl. Gəl. Gəl bura. İmkan vermədim. Bu imkan vermədi ki, bir şey eləyək, bir canlımızı şey eləyək. Yaxşı canlı yayım deyilik. Bir şey demək istəyirsən? İzləyicilərimizə nə demək istəyirsən? Mikrofonu şeydə ondan sonra qaldı əlində. Nə demək istəyirsən? Neysə, dedi ki, burax. Mən də buraxdım. Məncə, normalda biznes qurmaq istəyən insanların çoxu biznes qura bilər. Düzdür. Almaniyada yaşamaq istəyənlər də yaşaya bilər. İnsan hər halükarda bir yolun tapır məncə. Çünki bax çox adam görmüşəm ki, gəlib stop verib hər şeyi çıxıb gedib. Orası da elələr də olur. Qəşəng işləyib, pulun qazanıb, amma stop verib gedib, dayanamıyor. Ayısı o. Hə, adam var ki, məsəl üçün heç nəyi əldə edə bilməyib, amma səbr edib daha sonrasında çox böyük nəticə əldə edib də. Mən bax belə başa düşürəm ki, Avropada, ümumiyyətlə Avropada deyil, bütün ölkələrdə, Azərbaycandan kənarda uğur qazanmaq üçün biraz səbr, disiplin və qarşıya qoyulan məqsəd lazımdır. Əslində məqsədlə disiplin eynidir. Problem oradadır ki, yəni çox adamlar fikirləşirlər ki, bir gün gələcəklər, sabah ucu. Hər şey var. Hər şey olacaq, amma o da çətin məsələdir. Ya ola bilər, öyle bir şey də ola bilər ki, məsələn elə bir şansın ola bilər ki, deyək ki %15-20% ondan da aşağı. Ondan aşağı deyirəm. Ondan da aşağıdır. Ki uğur qazanan, məsələn, bilirsən də Almaniyada bir dənə türk var. Çiyodu nə idi? Hə, o Latoda 100 milyon evro qazanıb da səhv etmirəmsə. Məncə 10 milyon idi. 10 milyon. Asu, hə. 10 milyon. 10 milyon Latoda gör nə qədər il oynayasan ki, Lato. Yəni o şans məsələsidir. Düzdür, 100%. Ev falan alıb ki, deyirəm onsuz evləri satsam, o pulları geri qaytarım. 100%, kiradan o qazanır da olsun. Hədə yəni. İndi biz elə şey eləməsək də, yəni bir müddətdən sonra öz evinizi, şəraitinizi falan qurub Əlbəttə ki. kiraya verə bilərsiniz. Yəni Lapiniz belə direkt olmasa, yəni kredit nəzarətlə düzüb qoşmaq olur. kredit Ev fasonu belə şey. Hələ yaxşı işləyirsən, kreditdən falan, yəni Almaniyada dostlar, baxın belə deyim sizə, deyək ki, məsələn, şəhərdən Bakıya köçürsən, necə birinci kirayə tutursan, sonra ev ala bilirsən, yəni hər şey belə başladığı kimi Avropada sizi qorxuzmasın. Yəni mənim məsəl üçün sual verirlər, Avropaya, Almaniya necə gətirmiş, necə vizalı gətir. Yəni məntiq budur da, yəni deyək ki, bugünkü gündə çox adam iş vizası düzəldə bilir. 2000 verir, iş vizası düzəldirlər, gəlir məsələn. Və yaxud da başqa Avropa ölkəsinin oturumu ilə gəlir. Yəni hər ölkədə gəlirsiniz, amma necə gəlirsiniz, nə cür gəlirsiniz? İndi əlbəttə ki, düzgün yollarla gəlin biz həmişə deyirik ki, burada çox böyük problemlər yaşamayasınız. Amma gəldiyiniz zaman da uğurunuzun əsl məğzi sizsiniz. Yəni siz uğurun tam özüsünüz. Bu arada bugünkü verilişimin qonağı Musa idi. Musa həm uzun müddətdir ki, tanıdığım, dostluq elədiyim yaxınlarımızdan, dostlarımızdan biridir. Baxmayaraq ki, bu podkast üçün çoxdan da fikirləşirəm, amma sağ olsun dəvətimi qırmadın, gəldin. Amma bu podkastlarda çoxunda olmusan sən də, ən azından. Mən düşünürəm ki, elə bu podkastın full versiyasını YouTube-da izləməkdən yanaşı, qısa-qısa hissəsini adicə TikTok-dan izləsələr daha çox maraq çəkəcək kimi düşünürəm. Çünki biz sizin üçün çox maraqlı söhbətlər elədik. Demək istədiyim bir söz varmı? Demək istədiyim söz can sağlığı. Uzun ömür, Kəşmirdə məhəbbət. Bir də kim gəlmək istəyirsə, ona da bol şans. Yenə də yəni oturun, fikirləşin, götür qoy eləyin. Kreditə girib evinizi falan satıb gəlməyin. Ay sağ. Yəni orada yəni yaxşı yaşayışınız varsa, yəni elə orada da yaşayın. Ehtiyac yoxdur. Mən də əslində elə deyirəm. Deyirəm, yaxşı yaşayışınız varsa, hər şey qaydasındadsa, niyə hər şeyi satıb, yarıda qoyub gəlib burada çətinlik çəkirsiniz? Ən azından adaptasiya müddəti var da. Dil çətinliyi, sonra maliyyət, yəni belə çətinliklər olur da indi. Bir də sizə kim deyirsə gəl burada. Bu nə də ola? Ay, Nə qədər lan? Oynama.
Bunu kəsməyəcəm. Ama şey eləyim o. Mıxlayım. Ay yox. Gəl. Sana bu Qonağımı niyə icazə vermirsən ki, şey eləsin? Hə, yəni mən Şöyle kaç. Mən bir imkan verdim. O Mənə qaralayıb ala bu. tutmaq istəyir, ağ görüm sonra. Sonra bak. Gel. Ama şeyde sen şey var ha, problemi var. Nasıl bir şey koymur podcastımızı bağlayaq. Çox ayaqlarımızı yığıb oturuq. Ayaqdan ayağımızı yığıb oturmağın da səbəbi elə bir şeydir. Təşəkkür. O şey olur ya, okeanda akula gəlir. Cəmaət qaçır gəmiyə tərəf. Bizdə də belədir. Bir imkan vermədi. 7 aylıq işimiz var, icazə vermədi ki, bir çəkilişimiz eləyik. Həm. Gəldiyə görə çox sağ ol. Allah razı olsun. Sənə sağ ol. Sözünüzü də yarımçıq qoydu bir şey gəlir. Və düşünürəm ki, növbəti podkastlarda görüşəcəyik. Bunun estafeti kimi ötürmək istəyirəm. Bundan sonraki qonağımız kim olsun? Hansı sahə üzərində mütəxəssis olsun? Və yaxud da mütəxəssisləşmək istəyən. İş sahibi olsun. İş sahibi olsun. Gördüm bir şey də miyav dedi. Yəni iş sahibi olsun. Əziz dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Kanalımızı izləmədə qalın. Like eləyib, komment atmağı, paylaşmağı unutmayın ki, inkişaf eləyib böyüyək. İcazə verin, biz də çayımızı içək, podkastı yekunlaşdırırıq. Növbəti proqramımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik. Sağ ol.